Ekspertlər bildirirlər ki, xüsusilə xaricdə yaşayan soydaşlarımız üçün bu istiqamətdə maarifləndirmə tədbirləri gücləndirilməlidir. Muzlu şəkildə ayrı-ayrı ölkələrin maraqları müdafiəsi üçün vuruşmaq və ya ayrı-ayrı ölkələrin gəmilərində çalışıb münaqişə zonalarında, riskli zonalarda həyatını itirmək Azərbaycan üçün təbii ki, ağır vericidir. Bununla bağlı düşünürəm ki, müəyyən addımlar atılmalıdır həmin şəxslərlə, onların ailə üzvləri ilə profilaktik söhbətlər, onların xüsusən də münaqişə zonalarından uzaq qalmaları və onların bir müəyyən yollarla Azərbaycana geri qaytarılması məsələsi gündəmə gəlməlidir. Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən 3 gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Soyun üzərində qalan və zədələnən Natra gəmisinin yedəyə alınması üçün 2 yedəkçi gəmi hadisə yerinə göndərilib. Vurğulayaq ki, hər iki gəmi xarici bayraqlar altında üzüb və Bakı ilə heç bir əlaqəsi olmayıb. Azərbaycanlı dənizçilər isə xüsusi olaraq işə götürülüblər. Bu fonda ekspertlər vurğulayırlar ki, baş verən hadisə təkcə bugünə aid deyil. Yalnız Rusiya-Ukrayna müharibəsi dönəmində deyil, yaxın şərqdə gedən münaqişələrdə, İraqda, Suriyada zaman-zaman Azərbaycanlı gənclər muzlu şəkildə münaqişələrə cəlb olunub. Azərbaycan vətəndaşları xaricdə qeyri-qanuni silahlı birləşmələr tərkibində olmamalıdır. Bu qanunla cinayət sayılır.